Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin, Allah yolunda malını yaxşı işlərə sərf etsin, o da onun üçün bunu qat-qat artırsın. Onun üçün çox dəyərli bir mükafat da vardır. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara, bugün sizin müjdəniz ağacları altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız deyiləcək. Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə, biraz gözləyin ki, biz də sizin işığınızdan alaq deyəcəklər. Onlara deyiləcəkdir. Geriyə qayıdıb işıq axtarın. Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. Münafiqlər onları haraylayıb deyəcəklər: Məyər biz sizinlə birlikdə deyildikmi? Möminlər deyəcəklər: Bəli, lakin siz öz-özünüzü aldadırdınız. Möminlərə bəla üz verməsini gözləyirdiniz. Haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Tovlayan şeytan Allah barəsində sizi yaman aldatdı. Bugün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yerdə oddur. Sizə layiq olan elə odur.